Göz.azın değerli dostları, müşterileri Norwegian Breakaway gemisinde günorta yemeği yaptı. Çok geniş yemek çeşitleri var. Həddindən artıq. Bu bölgələrimizin hələ bir hissəsidir. Pulsuz. Pulsuz deyəndə ki, verdiyiniz pulun pula daxildir. Deməli, salatlar bölümü, zeytin, pomidor, xiyar, soğan, sonra etlərdən toyuq, katışka kızartma, zimkişler, yeni dolma, yumuşka, etinler, çörek bölümü, bir nevi səhər yemeği üçün atıştırmalı. Bazılarımız sevir bunu. Deməli, çay, su, kofe olan bölüm, su bölümü, sonra karışık meyve suyu dediğimiz iced tea yoldaş özüne, sonra su bölümü, sonra uşaqların en sevimlisi dondurma bölümü. Bunlar hamısı qiymətlərə daxildir. Tatlıların olduğu bölüm və meyvələr, ananas, alma, qarpız. Həqiqətən ki, seçimi çox kifayət qədər genişliyi və bəyəndim. Deməli, bu çeşidləri. Sonra hamburger. Uşaqların və bəzən böyüklərin sevimli yiyəcəyi. Toyuq qızartma, müxtəlif sorğun. Pizza bölümü, pizza. Birçok gəmidə pizzalar, dondurmalar əlavədir, amma burada hamısı artıq daxildir. Çox dadlı görsənirlər. Onların adına baxacaq. Salat hissəsi. Bir də davam edən qadın kafe bardır. Bunlar istəyirsə buradan işlərini əldə edə bilirlər. Əl ol.